Novruz ərəfəsində ən çox istehlak olunan qidalardan biri də çərəzlərdir. Zəngin tərkibə malik olan çərəzlər insan orqanizminin ehtiyac duyduğu bəzi vitamin və mineralların gündəlik normasını qarşılayır. Qoz omega-3 ilə zəngindir. Bu səbəbdən qoz yemək beyin fəaliyyətini yaxşılaşdırır, Alzheimer xəstəliyinin inkişafını ləngidir, həmçinin sinir sistemini dəstəkləyərək stressin azalması və yuxusuzluğun qarşısının alınmasına kömək edir. Bu çərəz həm də qanda xolesterol və şəkərin stabilləşməsi, eyni zamanda damarların kirəclənməsinin qarşısının alınmasında böyük rol oynayır. Fındıq tərkibində olan doymamış yağ turşuları ilə ürək-damar sağlamlığı üçün çox faydalıdır. Bu çərəz immun sisteminin güclənməsi, diabet riskinin azalması, eyni zamanda hüceyrələrin erkən yaşlanmasının qarşısının alınmasında dəstəkləyici rol oynayır. Fıstıq zəngin zülal və vitamin mənbəyidir. Bu çərəz qan azlığı üçün faydalıdır. Kalsium, magnezium və dəmirlə zəngin olan badam isə sümük əriməsinin qarşısının alınması və maddələr mübadiləsinin sürətlənməsində effektiv rol oynayır. Amma çərəzlərdən maksimum şəkildə fayda əldə etmək üçün onları qovrulmamış və ya az qovrulmuş halda istehlak edin. Çərəzlərin saxlanılma şəraitinə də diqqət yetirin. Əks halda çərəzlərdə aflatoksinlər yaranaraq sağlamlığınıza mənfi təsir göstərə bilər. Aflatoksinlər bəzi qida məhsullarının düzgün şəraitdə saxlanılmaması halında əmələ gələn toksinlərdir.